Hamıya salam. Bu videonu izləyirsinizsə, çox güman ki, bir hissəniz buraxılış imtahanını verib və qəbul imtahanına hazırlaşır. Bugün həm 9 martda imtahan verəcək olanlara, həm də 2 martda imtahan vermiş olanlara bəzi şeylər deyəcəm, danışmaq istəyirəm. Əgər məni birinci dəfə görürsünüzsə, bu kanalda abituriyentlərə və tələbələrə maksimum dərəcədə faydalı ola biləcək məlumatlar bölüşürəm. Elə isə başlayaq 2 martda imtahan vermiş olan abituriyentlərdən. Mənə çoxunuz həm Instagramdan, həm Telegramdan, həm də elə buradan yazırsınız ki, imtahan ürəyim istədiyi kimi olmadı, bəzi həyəcandan səhvlər elədim, kodlaşdırmanı çatdırmadım və s. və ilaxirə. Biz martın 1-i tarixində onlayn görüş keçirmişdik Telegram kanalında. Kanalın linkini aşağıda yerləşdirəcəm. Əgər istəyirsinizsə, ora qoşulun. Xülasə, 1 mart olan görüşdə mən qeyd elədim sizə bəzi tipsləri ki, imtahanda nələrə diqqət eləməlisiniz və s. Düzdür, kanalda imtahana bir gün qalmış barədə də video var. Amma görüşdə də bir üstündən bir də keçdik, yəni danışdıq bu mövzuları. Bütün bunlar bir qırağa, artıq 2 martda imtahan vermişiksə və nəticə ürəyimiz istəyən kimi olmayıbsa, mən düşünürəm ki, bu videonu izləyənə qədər siz istənilən qədər ağlamısınız və pis olmusunuz. Sizlə öz xatirəmi bölüşəcək olsam bu barədə, mən buraxılış imtahanı gözlədiyim kimi keçməmişdi, çünki mən də özümdən yüksək bal gözləyirdim. Bunu indiyə qədər heç bir videoda deməmişəm. Amma buraxılış imtahanından çıxdığım kimi ağlaya-ağlaya getmişdim evə. Bir gün bütün günü ağlamışdım. Sabahsı gündə yenə pis idim. Birisi gündə 3-4 gün mən depressiyada oldum imtahanla bağlı. Çünki 200-ü keçəcəyimi ümumiyyətlə gözləmirdim. Yəni nə qədər yoxlamış olsam da vərəqimi 200-dən o yana bir şey alınmırdı da, 198, 200 belə bir şey nəticə alınırdı. Amma sonra imtahanda 214 bal yığdığımı öyrənəndə sevinmişdim həqiqətən. Düzdür, özümdən gözlədiyim şey daha yüksək idi, amma imtahanda bəzi səhvlər buraxmışdım. Hansı ki, diqqətsizlik səhvləri. Bu səhvləri təcrübə elədiyim üçün özüm şəxsən sizə də görüşlərdə və videolarda deyirəm, eləməməli olduğumuz hissələri. Düzdür, nə qədər deyilsə də, oradakı həyəcanı ancaq biz bilirik, özümüz yaşayırıq və keçirdirik. Onunla başa çıxmaq, mübarizə aparmaq həqiqətən də çətindir. Amma əgər onu bacarsanız, yəni zaten bu imtahanın məncə bütün mövzusu odur. O mübarizəni bacarsanız və həyəcanlanmamağı bacarsaz, bilsəz ki, bu bir imtahandır və sadəcə universitet məsələsinin bir hissəsini həll edir. Bunların hamısını nəzərə alıb işləsəniz o imtahanı, o kağızın üzərində, bu təqdirdə düşünürəm ki, çox yaxşı ballar yığa bilərsiniz. Amma oldusa indi, yaxşı bal yığa bilmədiysə, depressiyadayıqsa, uşaq yavaş-yavaş oradan çıxırıq. Çünki bu videonu izləyirsinizsə, heç olmasa bir 5 gün keçib yəqin ki, imtahanın üzərindən. Depressiyadan çıxırıq və başlayırıq qəbulumuza hazırlaşmağa. Mənə bir də yazırsınız ki, Telegramdan daha çox bu sualı aldıram. Mən əgər buraxılışı pis yazdımsa da qəbulu hazırlaşmayayım da, yəni pisiyoda da qaldı da yəqin ki, gələn eləməyəm ki, yox. Ola bilər ki, siz 3-cü qrupsuz, yəni 80 bal yığmışsınızsa buraxılışdan, buraxın, başqa bloka keçin, başqa şeyə. Amma ki, əgər sizdə 1-ci və 2-ci qrupsuzsa, davam edə bilərsiniz yenə də hazırlaşmağa. Əgər siz yığmısınızsa 85 plus, 80 plus bal. Blok imtahanı fənlərinə maksimum dərəcədə hazırlaşsaz, bütün depressiyanı və digər məsələləri qırağa qoya bilsəz, mən inanıram ki, qəşəng bal, qəşəng nəticə çıxarda biləcəksiniz qəbul imtahanından. Qəbul imtahanı demişkən, hazırladığım qəbul proqramı ilə bağlı mənə çox sual verirsiniz. Bu videoda o haqda məlumat verəcəyəm. 2 mart imtahan verənlər, hamınız başa düşdünüz ki, hələ də davam eləmək olar. Biz bütün motivasiyamızı və həvəsimizi geri yığırıq və başlayırıq qəbul imtahanına qəşəng bir şəkildə hazırlaşmağa. Bu video biraz söhbət tipli oldu və məlumat verəcəyim son məsələ isə qəbul proqramıdır. Çünki mənə həqiqətən çox yazırsınız bu məsələ ilə bağlı və sizə bu qədər maraqlı olacağını düşünməmişdim açığı. Ona görə də bu proqramı xüsusi şəkildə hazırlamaq istədim. Hər fəndən burada biz fərqli müəllimlə məşğul olacağıq. Əvvəlcə düşünürdüm ki, sadəcə 2-ci qrup haqqında bunu eləyək, yəni 2-ci qrupa hazırlaşanlar üçün. Amma gördüm ki, tələbat çoxdur və mənə 1-ci qrupdan və 3-cü qrupdan da yazırsınız. Ona görə belə bir qərar aldıq ki, bu qəbul proqramı ümumiyyətlə 2 ay müddətində çəkəcək ilk mərhələ olaraq. Sonrasında davam edib etməyəcəyi dəqiq məlumat deyil, amma çox güman ki, davam etməyəcək. 2 ay müddətində davam edəcək olan bu proqramda hardasa 60-65 gün çəkəcək. Burada sizin blokunuzun hər fənnindən ayrı müəllim sizlə məşğul olacaq. Amma mentorluq kimi, yəni buraxılış imtahanında olduğu kimi tək-tək
fərdi şəkildə olmayacaq. Bu da o deməkdir ki, qrup şəklində olacağı üçün qiymət daha münasib olacaq sizlər üçün. Könül istəyərdi ki, bu ödənişsiz olsun, amma ödənişsiz olduğu təqdirdə müəllimlərlə anlaşmaq və s. uyğunlaşmır. Ona görə də cüzi bir məbləğ təyin edilib və sizinlə bu bölüşüləcək. Qəbul proqramının təxminən 15-16 mart tarixində artıq başlanması gözlənilir. Bu da o deməkdir ki, 9-cu imtahanınız bitən kimi 16-sına qədər, daha doğrusu 15-inə qədər siz qeydiyyatdan keçə bilərsiniz ki, 16-sı artıq başlaya bilsin qruplar. Qruplara sonradan alım olmayacaq çox böyük ehtimal. Ona görə sadəcə bir həftə ərzində qeydiyyatdan keçə bilərsiniz. Niyə sonradan alım olmayacaq? Çünki açılan qruplarda artıq biz başlayacağıq dərslərə. Hər gün yeni bir mövzu keçiriləcəyi üçün siz ortadan daxil olduqda sizin üçün çətin olacaq və eyni effekt görünməyəcək. Ona görə tövsiyəm və necə deyirlər, tələbim odur ki, siz başlayasınız başlanğıc tarixindən. Zaten sonradan dediyim kimi çox böyük ehtimal alım olmayacaq. Birinci, ikinci və üçüncü qruplar üçün hal-hazırda var aktiv bir şəkildə. Birində biologiya fənnindən yəqin ki olmayacaq, amma hər fənnin öz ayrı müəllimi olacaq sizin üçün. Hər fənnin ayrı qrupu var. Bu da o deməkdir ki, siz həm bütün blok fənlərindən götürə bilərsiniz proqramı, həm də ayrı-ayrı bir və ya iki fəndən də götürə bilərsiniz. Proqram nə şəkildə davam edəcək? Dediyim kimi 2 ay müddətində 60-65 gün ərzində davam edəcək və bu günlər ərzində hər həftə siz 6 yeni mövzu öyrənəcəksiniz. Yəni gündə bir yeni mövzu, həmin gün ərzində o mövzuya aid sınaq sualları, yəni sırf o mövzunu əhatə edən suallar, o sualların cavabları, yəni siz nə qədərini düz eləmisiniz, nə qədərini səhv, bunu gün ərzində axşam biləcəksiniz. Yəni gün ərzində sizə səhər mövzu izahı göndərilir və ya sabahsı günün mövzu izahı bugün axşamdan göndərilir və siz həmçinin orada həmin mövzuya aid sualları işləyirsiniz və gün sonunda da həmin sualları yoxlayırsınız. Sizə düzgün cavablar göndərilir və bəzi çətin olan sualların da izahı həmin müəllim tərəfindən edilir. Yəni bu da deməkdir ki, siz hər gün bir yeni mövzu izahı əldə edirsiniz və bu mövzu izahı yarım saatlıq olmur. Qısa bir şəkildə üstündən təkrar keçirir. Yəni xülasə kimi düşünə bilərsiniz. Sizə edilən mövzu izahlarından blok üçün də xülasə dəftərinizi tuta bilərsiniz. Çünki xülasə dəftəri haqqında çox qəşəng şeylər eşitdim, feedbacklər aldım sizdən. Zaten bunu özümün də təcrübə elədiyi bir şey olduğu üçün bilirdim effektini. Amma sizlərin də tətbiq eləyərək mənə bu cür qəşəng geri dönüşlər eləməyi məni vəbşi əmin elədi. Ona görə blokdan da eyni şəkildə davam verməyinizi istəyirəm. Daha sonra proqramda həftədə öyrəndiyiniz 6 dənə mövzunun həftə sonu, yəni bazar günü sınağı olacaq. Yəni bu ümumi sınaq adlanır. Bu şəkildə davam etdikdən sonra hər fənnin mövzuları bitdikdə hardasa bu da alacaq bizim 40-50 günümüzü maksimum. Daha sonra yerdə qalan 10-15 günümüzdə sırf hər gün biz ümumi sınaqlar işləyəcəyik və bu ümumi sınaqlarda sizin tam balınız hesablanacaq. Yəni hansı fənnin əmsalı nədirsə, qəbul sisteminə uyğun bir şəkildə balınız hesablanacaq. Baxmayaraq ki, qrup şəklindədir. Hər birinizin balı sizə adeni şəxsidə göndəriləcək. Bu bütün proqram qrupda izah olunur sizə, yəni fərdi şəkildə yox, müəllim tərəfindən qrupda olan bütün tələbələrə izah olunur. Proqram 2 aylıqdır. Yəqin ki, ayda bir dəfə qrup müəllimləri və mənimlə görüş olacaq. Onlayn şəkildə görüşəcəyik. Əgər Bakıda olan abituriyentlərin sayı çox olarsa, burada ənənəvi görüş də təşkil etməyə çalışacağıq inşallah. Yəni belə, qəbul proqramı belədir. Disiplinli və özünüzə inamlı bir şəkildə davam elədiyiniz təqdirdə sizə həqiqətən də uğurlu olmağınızı vəd edir. Proqrama başlamadan əvvəldə sizin hər birinizin ümumi səviyyəsinin təyin edilə bilməsi üçün bir sınaq təşkil olunacaq və bu sınaq əsasında sizin irəliləyişiniz bilinəcək. Sizin irəliləyişiniz izlənmiş olacaq. Proqramla bağlı ətraflı məlumat üçün mənə Telegramdan və ya Instagramdan yaza bilərsiniz. Dediyim kimi, qəbul sadəcə bir həftə ərzində davam edəcək. Odur ki, hamınızı gözləyirəm. Mənə əlavə hər hansı bir sualınız varsa aşağıda yaza bilərsiniz. Bacardığım qədər cavablamağa çalışıram və bundan sonraki videoların hansı mövzuda olmağını istəyirsinizsə onu da yazın. Universitetlər seriyasına davam edəcəyik. Növbəti məndən gözlədiyiniz universitet hansıdır, onu da rəylərdə yazın. Çünki yəqin ki, önümüzdəki aydan artıq çəkməyə başlayacağım universitetlər videosunda. Qəbulla paralel gedəcək deyə düşünürəm. Belə, ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. İmtahan vermiş olanlar da, yaxşı yazmış olanları təbrik edirəm, pis yazmış olanları da yenə təbrik edirəm. Niyə? Çünki ruhdan düşməmək lazımdır. Siz bunu bacarırsınız, çox da qəşəng bacarırsınız. Sizə çox yaxşı alınacaq, əgər özünüzə fidanca inansaz və biraz çalışsaz. Hamınızı həqiqətən də çox istəyirəm. Uca kanalda biz 4000 olmuşuq.
Növbəti videolarda görüşərik. Özünüzə çox yaxşı baxın.